Belə bir modul tipli tənlikdir. Yenə modulun içini bir dəfə mənfisindən açıram, bir dəfə müsbətindən. Birinci halda olduğu kimi açım. 2x minus 7 bərabər x minus 10'a. Dəyişənlər bir tərəfə, ədədlər bir tərəfə. 2x, x bu tərəfə keçəndə çıxaq olur. Bərabərdir mənfi 10. Burada 7 mənfidir. Digər tərəfə keçəndə müsbət olur. Buradan x bərabərdir mənfi 3. Bu bir kökdür. Sonra ikinci kök. İndi modulun içini mənfisindən açıram. Yəni qabağına bir mənfi qoyacağım. 2x minus 7 bərabərdir x minus 10'a. Mötərizəni açırıq. Mənfi 2x plus 7 bərabərdir x minus 10'a. Ədədlər bir tərəfə, dəyişənlər bir tərəfə. Mənfi 2x minus x bərabərdir mənfi 10 minus 7'yə. Toplayırıq mənfi 3x bərabərdir mənfi 17'yə. X bərabərdir 5 tam. X bərabərdir birinci 3'də 17 yazım. Bunu da variantlarda görürsünüz. 5 tam 3'də 2 kimi verib. İndi hələ cavab bu deyil. Yerinə qoyub yoxlayıram. X minus 10'da gəlirəm burada. X'in yerinə mənfi 3 qoyanda. Mənfi 3 minus 10. Mənfi 13 eləyir. Modul mənfi 13'ə bərabər ola bilər. Xeyr. Deməli, bu tənliyin kökü deyil. Sonra mənfi, daha doğrusu müsbət 5 tam 3'də 2. X'in yerinə qoydum. 5 tam 3'də 2 çıxılsın 10. Bu da mənfidə deyir. Deməli, bu da tənliyin kökü deyil. O zaman tənliyin həlli yoxdur.